Hörmətli konferans iştirakçıları, mən sizin hər birinizi ürəkdən salamlayıram və burada olduğunuz üçün sizə təşəkkür edirəm. Mən Çimnaz Şükrəlziyeva, Ada Universiteti Azərbaycan Dilli Təlim və Tədrisin Təşkili və Metodikası fakültəsinin məzunuyam və bugün sizə yeni məktəb konsepsiyası əsasında təklif etdiyim ideyalar haqqında danışacağım. Əvvəlcə mən ondan başlamaq istəyirəm ki, bir neçə il bundan öncə mən bir araşdırma aparırdım. Azərbaycanda 19-cu əsrdə bizim təhsilimizə, təhsilin inkişafına, bizim ölkəmizdə təhsilin inkişafına xüsusi töhfələr verən insanların həyat və fəaliyyəti, onların irsi və fəlsəfəsi haqqında. Həmin dönəmdə mən maraqlı bir xanımın həyat hekayəsi ilə tanış oldum və çıxışıma onun həyat hekayəsindən bəhs edərək başlamaq istəyirəm. Bu xanım Səkinə Axundzadədir. Səkinə Axundzadə ədəbiyyat fənnini tədris edən bir müəllim olub və həm də Azərbaycanda ilk dramaturq qadın və tələbələrdən, qız tələbələrdən ibarət teatr truppasının yaradıcısı olub. O, Qubada doğulub 1865-ci ildə və ömrünün böyük hissəsini regionda, Quba şəhərində yaşayır. Səkinə xanım Qubada yaşadığı dövrdə hər zaman qızların təhsil almasına, savad almasına, cəmiyyətdə yüksək mövqe tutmasına hər zaman önəm verib. Və həmin dönəmdə düşünürsünüz ki, yəqin ki, bu heç də asan olmayıb. Onun həyat yoldaşı Səkinə xanıma xüsusi bu sahədə, bu baxımdan ona dəstək verdiyinə görə qətlə yetirilir. Çünki o dönəmdə bu yaxşı qarşılanmırdı, qızların savad alması, xanımların təhsil alması. Lakin bu faciəvi hadisə Səkinə xanımı öz amalından daşındırmır. Və Səkinə xanım fəaliyyətini davam etdirir, onlarla qız uşağına öz evində məktəb açaraq onlara pulsuz təhsil verir. Və həmin dönəmdə Səkinə xanımın bu təşəbbüsündən xəbərdar olan bir nəfər də var idi. Bu, məşhur xeyriyyətçi, siz yəqin ki, hər biriniz onun adını eşitmişsiniz, Hacı Zeynalabdin Tağıyev və o xəbər tutanda ki, Qubada belə bir xanım var, yaşayır və fəaliyyət göstərir. Hacı Zeynalabdin Tağıyev onu özünün açdığı qızlar məktəbinə dəvət edir. Səkinə xanım onun məktəbində ədəbiyyat fənnini tədris edir və bu dönəmdə bildirdiyim kimi qızlar üçün rejissorluq edir, qızlardan ibarət teatr truppası yaradır və ədəbiyyat fənnini tədris edir. İndi auditoriyaya belə bir nəzər saldıqda mən düşünürəm ki, yəqin ki, sizdə belə bir sual yaranır ki, ola bilər ki, belə bir xanım yaşayıb, fəaliyyət göstərib və öz dönəmində təhsilə böyük önəm verib, bunun üçün müəyyən əsaslı addımlar atıb. Bəs Səkinə xanımın fəaliyyətinin yeni məktəb konsepsiyası ilə hansı bir bağlantısı var? Məsələ burasındadır ki, sizlərin hər birinə yəqin çox yaxşı məlumdur ki, Ada Universiteti düz 100 ildən sonra Firidun bəy Köçərlinin Qazaxda bir zamanlar direktor olduğu müəllimlər seminariyasını bərpa etdi və biz onun ilk məzunlarıyıq. Mən də Nuraynə xanım və bizim tələbə yoldaşlarımız da burada əyləşiblər, onların hər birini ayrılıqda salamlayıram. Və bu bir maarifçilik ənənəsinin bərpası idi, ikinci bir dalğası idi və belə bir fikir səsləndi ki, Firidun bəy Köçərlinin bir zamanlar məktəb rəhbərlik etdiyi Qazax müəllimlər seminariyası bərpa olunduqdan sonra Ada Universiteti Firidun bəy Köçərlinin xanımı, Badisəba xanımın da Şəkidə fəaliyyət göstərdiyi məktəbi də bərpa edəcək. Və məhz həmin dönəmdə məndə belə bir ideya yarandı ki, niyə görə bu maarifçilik dalğası bizim bütün vətənimizi əhatə etməsin? Necə ki, Qazaxda belə bir məktəb universitetin mərkəzi fəaliyyət göstərəcək Qazax müəllimlər seminariyası, Şəkidə Badisəba xanımın tədris etdiyi məktəb. Bu niyə görə də bizim bütün regionları əhatə etməsin? Və belə olduqda və bizə tələbələrə müraciət gələndə ki, siz yeni məktəbi Azərbaycanda necə görürsünüz? Mən düşündüm ki, müəyyən qədər tarixi ənənələrimizə, irsimizə, bizim təhsil fəlsəfəmizə, özümüzünkü olana bir növ qayıtmaq və onu dirçəltmək lazımdır. Bu ənənənin davamı olaraq və istiqamətlərə baxsaq ki, yeni məktəb necə bir məktəb olardı? Bu, həmin ərazidə yaşayan tarixi şəxsiyyətlərin adını daşıya bilər. Məsələn, Qubada Səkinə Axundzadə adına bir məktəb, Qarabağda Mirzə Fətəli Axundzadə adına məktəb və s. və bu siyahını çox uzatmaq olar. Və bu məktəblərin fəaliyyət istiqaməti necə ola bilər? Onlar bizim mədəni və tarixi mirasımızın qorunmasına xidmət edə bilər, adını daşıdığı şəxsiyyətin irsini, təhsil fəlsəfəsini,
milli dəyərlərimizi, milli kimliyimizi yaşada, davam etdirə bilər və bu məktəblər şəbəkəsi arasında da bir müəyyən təhsil fəaliyyətləri, mübadilə proqramları həyata keçirmək olar. Və bu mübadilə proqramlarını həyata keçirərkən də biz bu məktəb şəbəkəsini təhsil və mədəniyyətin sintezi olaraq dəyərləndirə bilərik. Təhsil fəaliyyətləri necə, mübadilə proqramları necə həyata keçirilə bilər? Yəqin ki, siz bu deyimi hər biriniz eşitmişsiniz ki, vətəni sevmək onu tanımaqdan başlayır. Həmin bu region məktəbləri arasında mübadilə proqramları etməklə, orada oxuyan şagirdləri həmin məktəblər bölgələrə səfər etdirməklə biz bölgələrimizi həm tanıda, həm də uşaqlara vətənimizi sevdirməyə davam edə bilərik. Bəs bu məktəbin innovativ xarakteri nə ola bilər? Biz bu barədə bayaq panel müzakirələrdə də və buradakı çıxış edənlərin, məruzəçilərin əksəriyyəti də bir məsələyə xüsusi olaraq toxundular ki, regionlarda rəqəmsal bacarıqların şagirdlərə tədrisi ilə bağlı paytaxt məktəbləri ilə region məktəbləri arasında müəyyən bir bərabərsizlik var. Yeni məktəb öz fəaliyyəti ilə, konsepsiyası ilə bu bacarıqlara məhz fokuslana bilər. Biz orada infrastruktur yarada bilərik, hansı ki şagirdlərə İKT və rəqəmsal bacarıqları formalaşdıra bilər və bu onun digər region məktəblərindən əsas fərqliliklərindən biri olacaq. Belə bir məşhur fikir var ki, uşaqlar, yəni biz gənclər, uşaqlar hələ kiçik yaşlarından özlərini kəşf etməyi sevirlər və müəyyən cəmiyyətdə özünə yer tutmaq istəyirlər və karyera ofisləri əsasən biz görmüşük ki, universitetlərdə fəaliyyət göstərir, amma biz bunu daha kiçik yaşlardan, məktəbdən başlaya bilərik. Müxtəlifliyin qorunmasını hər bir şagirdə xüsusi yanaşma ilə onlara xüsusi təhsil planları hazırlamaq və məktəbə daxil olduqdan, məktəbi bitirib məzun olana qədər onları izləməklə, xüsusi təhsil planları hazırlayaraq izləməklə həyata keçirə bilərik. Və xüsusi məqamlardan birində mən onu qeyd etmək istəyirəm, müəllim hazırlığı proqramları məsələsinə də toxunuldu. Yayımınıza məlumdur, yəni bizdə Azərbaycanda müxtəlif universitetlərin filialları fəaliyyət göstərir. Müəllim hazırlığı proqramları əsasən rast gəlinir həmin filiallarda. Orada bu məktəb, məsələn, Amerika təcrübəsindən bir nümunə götürərək, laboratoriya məktəb rolunda oynaya bilər. Mentorluq proqramları təşkil edə bilərik biz orada. Digər regionda fəaliyyət göstərən digər məktəblərin müəllimləri üçün və müəllim hazırlığı proqramlarında təhsil alan tələbələr daha öncəki kurslardan həmin məktəblərə təcrübəçi kimi təşrif buyura bilərlər və yeni məktəb öz təcrübəsini bir növ laboratoriya olaraq yeni müəllimləri yetişdirmək naminə də çalışa bilər və bu da regionun təhsil həyatına düşünürəm ki, müəyyən bir canlanmaya səbəb ola bilərdi. Digər bir tərəfdən yeni məktəbin kurikulumuna biz nəzər sala bilərik. Burada xüsusi vurğulamaq istəyirəm ki, ana dili və ədəbiyyat, xarici dillərdən ingilis dili, riyaziyyat, sosial elmlər, mədəniyyət, hüquq və bunun içərisində olmaq şərti ilə, təbiət elmlərindən insan anatomiyası, kimya, fizika, biologiya, fəlsəfə hissəsində düşüncə tariximiz, milli kimlik və dəyərlərimizin öyrədilməsi, İKT və STEM rəqəmsal bacarıqlar mütləq öz əksini tapmalıdır, incəsənət və idman. Yeni məktəbdə ənənəvi və müasir təlim metodlarına gəldikdə isə belə bir düşüncə var ki, ya biz müasir təlim strategiyalarından istifadə etməliyik, ya da ki, ənənəvi təlim strategiyalarından, amma biz dərs zamanı da, universitetdəki müzakirələrimiz zamanında hər zaman buna qayıdırdıq ki, hər ikisinin sintez olunmuş şəklində istifadə eləsək, bu daha məqsəd yönlü ola bilər və daha bizi məqsədə yaxınlaşdıra bilər. Birini digərindən ayırmaq. Məsələn, biz burada birbaşa öyrətmə və problem əsaslı öyrənmə təlim strategiyalarını düşünərək yerləşdirmişəm. Birbaşa öyrətmə ola bilər ki, ənənəvi təhsillə dayansın. Amma problem əsaslı öyrənmə, məsələn, indi sistem siniflərinin əsasında duran bir konsepsiyada özünüz bilirsiniz. Bunların hamısından sintez olunmuş şəkildə istifadə etmək daha yaxşı olardı. Və mən bir təlim metodunun da üstündə dayanmaq istəyirəm, sinif müzakirəsi xüsusilə. Mən özüm uşaq televiziyasında çalışıram, Azərbaycanın ilk və yeganə uşaq televiziya kanalı Dair və Günəş və 9 illik müşahidəmdə onu, yəni təhsil prosesinin hər üç tərəfi ilə, o üçbucağın hər üç tərəfi ilə gündəlik ünsiyyətdə olmaq fürsətim olur. Müəllim, ailə, valideynlər və uşaq və mən görürəm ki, bizim uşaqlarımız özlərini ifadə etməkdə çətinlik çəkirlər. Və sinif müzakirəsi metodundan da həmin məktəbdə onlar arasında diskusiyalar təşkil etmək, özlərini ifadə etməsinə bir töhfə vermək naminə bu metoddan daha çox istifadə olunmasını istəyərdim. Və mən istərdim ki, biz bu hissəni unutmayaq.
olacaq və konfransa hansı sima ilə qatılmağımızdan fərqli olmayaraq, istər tədqiqatçı, istər təhsil işçisi, istər valideyn, bu barədə buradan gedib gündəlik işlərimizə qayıdarkən də düşünək. Yeni məktəbin qiymətləndirmə fəlsəfəsinə gəldikdə onu qeyd etmək istəyirəm ki, standart testlərə əsaslanan deyil, daha çox portfolio qiymətləndirilməsi üsulunu tətbiq etməyin məqbul olacağını düşünmək olar burada. Çünki bu üsul şagirdi məktəbdə daxil olduqdan məzun olana qədər izləyir və onun nəinki akademik nailiyyətlərini, həm də sosial, emosional bacarıqlarını da izləyir. Yəni biz bir şagirdi hər tərəfli izləyirik və onu hər tərəfli vətəndaş kimi yetişdiririk. Xüsusi onu vurgulamaq istədim. Və yeni məktəbin missiyasını mən sizin üçün oxumaq istəyirəm. O baxımdan ki, bayaq burada səslənən bütün fikirləri toplasaq və ümumiləşdirsək, onu olduğu kimi sizin üçün səsləndirmək istəyirəm. Yeni məktəbin missiyası belə ola bilər ki, biz yeni nəslin məktəbi olaraq informasiya əsrinin texnologiyaları və müasir təlim strategiyalarından istifadə edərək şagirdlərimizin maraq və qabiliyyətlərinə uyğun, bu hissəni təkrar eləmək istəyirəm, şagirdlərimizin maraq və qabiliyyətlərinə uyğun təhsil edən, milli dəyərlərin daşıyıcısı olan və Azərbaycanın gələcəyini formalaşdıran müstəqil, məsuliyyətli və xoşbəxt şəxsiyyətlər yetişdirmək üçün varıq. Və son olaraq da, əgər bu məktəbin bir sloganı olsaydı, bu necə ola bilərdi? Siz, biz hamımız təhsil prosesinin hər mənada iştirakçılarıyıq, kimimiz müəllim olaraq, kimimiz valideyn olaraq və belə bir fikir var tez-tez səslənən, yeni nəsil, Z nəsli, alfa nəsli, yəni bu deyimlər son dövrlərdə çox müzakirə olunub. Əgər bu məktəbin bir şüarı olsaydı, mən fikrimcə bu belə səslənə bilərdi ki, yeni məktəb, yeni nəslin məktəbi. Dinlədiyiniz üçün təşəkkür edirəm.